Azərbaycanda gəncəcik 17 yaşında dünya gözəli pırıl pırıl bir qızımız idarə etdiyi motosikletlə yolda xarab olub dayanan bir maşına çarparaq həyatını dəyişdi. Baxdım sosial medyanın bir sürü iğrənc yorumları, yəni o gəncəcik bir həyatı düşünmədən bir paltarına baxır, biri nəyinə baxır. Və bu gənc qızımızın atasını mən də mediadan və sosial mediadan tanıyıram, Fərhad Mehdiyev. Əslində yazıblar ki, vəkil imiş. Mən onun vəkil olduğunu bilmirdim, yəni açıq deyim. Mən onu sadəcə yorumcu olaraq görürdüm. Hətta yəni dünya gündəminə falan filan verdiyi yorumlardan tanıyırdım. Bir də yazdığı statuslardan, qayda qanunlardan filan yazdığından tanıyırdım. Və baxdım, hər kəs, hətta videosu da paylaşılıb, maşın xarab olur. Normal, hamının başına gələ bilər. Maşın idarə edənlər bilir ki, bu dəmirdir, bizim heç birimizə burada xarab olacam demir. Və ola bilir, saxlayıb və bir qaza olub. Bir neyse, bunu müzakirə edirlər. Kimdə günah var? Qızda mı? Yoxsa yolda dayanan maşında mı? Yoxsa yolda mı? Amma mən bir günahkar bilirəm. Fərhad bəydir günahkar. Baxın, illərdir mən suça sürüklənən və ölümə sürüklənən gənclərlə bağlı yazılar yazıram, köşə yazısı yazıram. Türkiyədə bu məsələni ən çox eleştirən jurnalistlərdən biriyəm. 3 köşəmdən biri suça sürüklənən ifadəsinə etiraz edərək suçlu ailələr deyə yazıram və öncə o gözəl qızımız üçün Allah rəhmət eləsin, dualar istəyirəm. Yəni, belə dünyanın, həyatının ən gözəl çağında bu dünyadan köçdü, getdi. Allah ata-anasına səbir versin, amma günahkar Fərhad müəllim sizsiniz. O uşağı ölümə sürükləyən sizsiniz. Mən həmişə deyirəm ki, Türkiyədə ailələr var, çevrəmdə uşaqlarını sevərək uşaqlarına pislik edənlər. Siz də bəlli ki, evladınız çox sevərək ona pislik edən ata-analardansınız. Keşkə bütün ailələr biraz sorumlu olasınız. Biraz. Biz evladımız nə istəyir edərik, nə istəyir verə bilərik, amma bugün köçüb gedəndə geri ala bilməyəcəyimiz düşünməliyik və bu bir örnək olmalıdır hər kəsə. Burada mən atanın da açıqlamasını oxudum. Burada şoförü günahlandırmaq, arabanı, vallahi kusura baxmayın. Mən o hakimlərin, mən o polislərin yerinə olsam sizə cəza verərəm. O uşağın qatili sizsiniz. 17 yaşında körpə uşağa əhliyyəti olmadan prav almaq, nə bilim, o uşaq öz gücünü almayıb bu motoru alıb ona vermək sizin günahınızdır Fərhad müəllim. Bu məsələdə suçlu və cəza alacaq biri varsa o da sizsiniz. Mən o hökumətin, o dövlətin yerinə olsam sizin vəkillik kartınızı əlinizdən alıb siz evdə öz uşağınıza onun haqları nədir və gələcəkdə neçə yaşından bu pravanı ala bilər və bu motoru sürə bilər, ona ikna edə bilməm. Siz insanları necə qoruyacaqsınız? Bilirəm, dərdiniz böyükdür. Əslində çox şey danışardım, çox şey deyərdim, amma bugün bütün günü fikirləşdim. Ən sonunda dedim ki, yox, bunu çəkəcəm. Çünki bu bütün valideynlərə dərs olmalıdır. Bir insanın da həyatını qaraltdınız və mən əminəm ki, siz, mən qarşı tərəf kimdir bilmirəm, siz məhkəmədə ondan çox şey tələb edəcəksiniz, amma yanılırsınız. Siz hesab verəcəyiniz bir yer var. O da o dünyada o gözəl qızınıza hesab verəcəksiniz. Nədən? Sorumlu ata olmamanızla bağlı. Üzümü buradan tutub, başda öz qardaşlarım da olmaqla, o yaşda olan evladları, ümumiyyətlə gənc evladları olan bütün ailələrə deyirəm. Sorumluluq gözəl şeydir. Sorumluluq təkcə uşaqlarınıza şıq arabalar alıb, altına gözəl motorlar qoyub, onları super giyindirib, sən özgürsən, özgürcə istədiyini et demək deyil. Azərbaycan Respublikası qanunları ilə də 18 yaşına qədər o uşaq hədis istədiyini edə bilməz. Və siz
o uşağınızı xaricə belə göndərəndə o dövlət sizdən ata-ana ikisi də izin versin deyir. Siz vəkilsiniz, siz bilirsiniz. Bir tərəf izin verəndə o biri tərəf izin verməyəndə o uşaq xaricə də gedə bilmir. Və 18 yaşdan sonra azadlıq verilir. Nə yazıq ki və nə yazıq ki, bizim toplum azadlıqla azadlığı qarışdırır. Allah rəhmət eləsin. Üzüldüm. Elə də gözəl bir qızdı. Belli ki belə şık bir qızdı. Mən onu heç görməmişdim, tanımırdım. İlk dəfə bugün gördüm. İçim sızdadı. İnanın içim sızdadı və hamımızın başına gələ bilər. Valideynlər, uşağınızı sıxın, döyün demirik. Amma uşağınıza ata-ananın siz olduğunuzu, onların da evlad olduğunu öyrədin.